Salam, bugün Puzanın geometrisi ilə davam edirik. İlk bölməmiz açılarda bucaqlarla bağlı. İlk qaydada bizə nə deyir? ABC və FYD-nin kəsişməsi hansı nöqtədir? Baxın uşaqlar, sadə suallarda ABC bu hissədir, FYD-də, bunu da qırmızı ilə göstərək, FYD-də budur. Bunların kəsişdiyi iki dənə nöqtə var. F və D nöqtəsi, F və D nöqtəsi nöqtə olaraq hangisine eşittir? Nöqtə olaraq FD-dir, bucaq olaraq amma istəyirsə, aradakı bucaq FYD-dir. FYD, ortaq bucaqları, yəni bunların. Baxım nə yazıb? DY ilə YF-nin birləşməsi də yox. BD, YF səhvdir. Bu BD, FY nöqtələri. FBD bucağı. Burada hər iki bucaq yaranır axı, nə demək istəyir? FYD, FBD düzdür. Əli qərəz. İki də mənə bucağı biz kəsişdirmirik axı. Nə alaka? O nə sualdır? Gələk buna. Doğrusal, yəni burada bir açıq bucaq var. Alfa, alfa, eynilərə beta, beta deyirsən. Onda 2 alfa üzərinə gəlinsin 2 beta bərabərdir 180-ə. Hər tərəf 2-yə böləndə alfa plus beta olsun 90. Bu da bizdən istəyir AOC bucağını, yəni AOC betadır. Hə, bizə YOB-ni verib, lap yaxşı. YOB dediği şey YOB. Yəni bizə alfanın əslində verib 70. Bura 70-dirsə 70, 70, 180-dan elə burada qoymaq olar. Alfanın yerinə 70 qoyanda betaya qalır 20. Yəni bizdən istədiyi bu betaları 20, 20 imiş. C variantı. Keçirik 3-cü sualımıza. Demək nə verir? AOY bucağı, AOY. Baxın bu bucaqla YOD eyni şeydir. Bunlar eynidirsə alfa alfa demək olar bunlara. Başqa nəyimiz var? OA ilə də OB perpendikulyardan. Bu işarəyə fikir verin. Perpendikulyar, yəni burada bir 90 dərəcəmiz var. OA ilə OB-nin arasında. Əgər burada bir 90 dərəcə varsa, buradan da məlumdur ki, bir açıq bucaqdır. 180 olması üçün 2 alfa bərabər 90 desək, alfamız çıxar 45 dərəcə. Bizdən axırda DO S-ni istəyir. Onda gətir bu alfaya yazırsan 45, 45. Bu alfanın üzbözü yenidən qarşı bucaqdır deyə 45 olur. Onda buradan da bir açıq bucaq yaranır deyə DOC-yə qalır 135 dərəcə. Yəni D variantı. 4-cü sual. Qarşı bucaqlar deyirik ki, həmişə eynidir. O zaman yazmalıyıq ki, 3 alfa minus 45 bərabərdir 2 alfa üzərinə gəlsin 15-ə. Alfalar bir tərəfə atırıq, ədədlər bir tərəfə, o da eləyir 60 dərəcə. Bizdən istəyir CYB-ni. Hanı bunun CYB-si? Hə. CYB buradadır. Onda alfanın yerinə gətirək 60 qoyaq. 120 üstü 15 gələndə bura olur 135. 135'in də qonşusu 180-dan çıxılır, olur 45 dərəcə. Çünki burada bir açıq bucaq var. B variantı. 5'ə keçdik. Demək, qarşı bucaqlara indi 4x-i üzbəüz köçürdə bilərik. Və burada yenidən bir açıq bucaq yaranır deyə toplayaq. 12x bərabər 180-dən x-i tapırıq 15 dərəcə. Bu bizdən nə istəyir? Elə x istəyirmiş 15 dərəcə. D variantı. Sonra 6-cı sualda. 2 paralel düz xətt, onu kəsən 3-cü düz xəttdə C qaydası deyilən bir ifadəmiz var idi. C qaydasına görə bu iki bucağın cəmi 180-dir. Yəni bununla bunun toplamı bizə 180-i verməlidir. O zaman 3 alfa plus 60 bərabərdir 180-ə. 3 alfa bərabərdir 120-yə. Alfanı tapırıq 40 dərəcə. Bu da bizdən alfanı istəyirmiş. 40, yəni D variantı. Sonra 7-ci sualda da eyni məntiqdir. Bu ikisinin cəmi bizə 180-i verməlidir. Yəni 18x bərabərdir 180-ə. X-imiz olar 10 dərəcə. C variantı. Bu bir qaydadır. Bu 3 təpənin cəmi görəndə 360 yazırıq. 4 təpə görəndə 540. Yəni bu üçünün cəmi 360 verməlidir. O zaman alfa üzərinə gəlsin. 118 ilə 102-ni toplayanda 220 bərabərsə 360-a. Alfa da buradan çıxar 140 dərəcə. 140, yəni C variantı. Keçək 9-cu sualımıza. Buradan nə istifadə eləmək olar? Həm C qaydasından gedək ilk əvvəl gördüyümüz 130-a uyğun rəqəm burada 50 ədəd daha doğrusu. Bizə göstərir ki, bu iki dənə bucaq eynidir. Onda 50-nin qonşusuna da mən gətirib bir 50 yaza bilərəm.
Və bayaq dediyimiz bu evə oxşayan fiqurda nə edirdik? 3 təpənin cəmi dedik 360 olmalıdır. Onda yazmalıyam. Alfa üzərinə gəlsin 118, üzərinə gəlsin 100. Bərabərdir 360-a. Alfa da bərabərdir. 360-dan çıxırıq nə? 218. Səhv eləmirəmsə 2 buradan, 4 buradan 142 dərəcə olur. Bu da D variantı. Sonra onda bir dənə də belə ox qaydasımız var. Mən bunu uşaqlara ox qaydası kimi izah edirəm. Bu kənardakı iki bucağın cəmi həmişə bu ortadakı bucağa bərabər olur. O da M qaydasından çıxır. Yəni bu ikisinin cəmi ortada yerləşməlidir. 60-dan 70-in cəmi 130. O da hardadır? Y variantında. Növbəti 11-ə gələk. Demək, əvvəlcə bu paralelləri uzadın. Yəni bir qayda əzbərləməyə ehtiyac yoxdur. Paralel gördünsə, uzantı eləməlisən ki, sən orada C qaydasını, Z qaydasını görə biləsən. Baxın, ilk əvvəl 160-ın qoyunçusunda bir 20 dərəcə var. 20, 50, üç bucağın daxili bucaqların cəmi 180 olmalıdır. Bura qalır 110. Qoyunçusu olur 70 dərəcə. Sonra C qaydasına uyğun baxsaq, 70-ə uyğun gələn ədəd 110, yəni 180-dən çıxılmışı. O da eləyir B variantı. 12-ci sualımızda eyni məntiqlə paralelləri əvvəlcə uzadırıq. 110 dərəcənin fikir verin çarpazı buradadır. Bayaqdan C qaydası deyirik. İndi də bir dənə Z qaydası göstərək. Çarpaz bucaqlar eynidir. Burada gətirib 110 yaza bilərsən. Daha sonra 110-un qoyunçusu 180-dən çıxılır 70. 125-in qoyunçusu 55. Və 3 bucağın daxili bucaqların cəmi 180 olmalıdır. X plus 125 bərabərdir 180-ə. X-imiz qalır yenidən 55 dərəcə. Yəni B variantı. 13-cü sual yenə bir C qaydası görürük. Amma nə vaxt bu paralellər uzananda. Özü də deyir ki, D1, D2 paralel olsun. Onda fikir verin C qaydasına buradan. 85-ə uyğun bir bucağı tapmaq üçün biz nə iş görürük? 180-dən çıxırıq. Bu da eləyir 95 səhv eləmirəmsə. 95-in qoyunçusu yenidən olur 85. Və bizim üç bucaqlarda belə bir qaydamız var idi ki, bir xarici bucaq ona daxil olmayan iki bucağın cəminə bərabərdir. Yəni bu ikisinin cəminə. Alfa bərabərdir 85 plus 20 yazsaq birbaşa cavabımız çıxır 105 dərəcə. O da Y variantında. 14-də yenə paralellərimizi uzatmaya ehtiyac yoxdur. Bizə lazım olan hissənin uzantısını verib onsuz da. C qaydasına ilk baxırıq. 135-in uyğunu 45-dir, 180-dən çıxılır. 45-in qarşı bucağı yenidən 45-dir. Bu üçünün də cəmi 180 verməlidir. Çünki burada bir üç bucaq görürük. Alfa üzərinə gəlsin 70 bərabərdir 180-ə. Alfamız da çıxar 110 dərəcə. Yəni D variantı. Sonra cəmi. 15-ci sualda paralellərimizi bir zəhmət uzadaq. Bura gəlsin, bu da digər tərəf. Buradan baxın, yenə Z qaydası ilə gedirəm. Tərsinə Z göründə burada. 120-nin çarpazı yenidən 120-dir. 120-nin qoyunçusuna gəlsəm, burada 60 dərəcə var. 100-ün qoyunçusuna gəlsəm, burada 80 dərəcə var. Bu bizi çaşdırmasın, alfa burada olsun. Və biz dedik ki, üç bucağın daxili bucaqların cəmi 180 olmalıdır. O zaman alfa plus 140 bərabərdir 180 deyərik. Alfa da buradan çıxar 40 dərəcə. Yəni C variantı. Sonra 16-da paralelləri yenə uzadacağım. Burada hətta 3 dənə paralel verib. Bu bizim işimizi görür. Belə, bu da belə. İndi baxaq uşaqlar. 100-ün qoyunçusunda dedik nə var? 80 dərəcə. Buradan Z qaydasına görə fikir verin. Bu 100-ün çarpazı yenidən buradadır 100. Yenə 100 nə idi? Sorry. 110 çarpazlar eyni dax. 110-un qoyunçusuna gedirik 70. Və deyirik ki, burada bir üçbucaq yarandığına görə, bax bu hissədə, daxili bucaqların cəmi 180 olmalıdır. Yəni 80-70, cəmi 150, 180-dən çıxanda 30 dərəcə verir. Və burada da 2 dənə bucaq bir-birinə bərabərdirsə, təm bölən demək istəyib sənə. 30-u yarıya bölürsən 15 dərəcə, 15 dərəcə.
Sonra alfaya gedib çıxmaq üçün nə iş görərik? Gəlin buradan 80 ilə 15 toplayaq. Xarici bucaq olaraq buraya yazaq. 95 dərəcə. Yəni bu 3 bucağa fokuslansaz. 95-dən sonra da bir dənə yenə bizim C qaydamız yaranır. Fikir verin. 95-in uyğun bucağını tapmaq üçün burada 180-dən çıxırıq. O da eləyir 85 dərəcə. Bu ikisi bir-birinə uyğun bucaqlardır. Alfamız oldu 85. Sonra 17-də yenə bir paralellər uzansın. Bəzən 2 dənə paralel o formada verir ki, bizdə hətta paralelogram yaranır. Məsələn, 2 dənə paralelimiz buradandır. Baxın, paralelin birini yazdıq. O CB, YF olan hissəsi. Bir də AB'də aşağıdakı CD paraleldir. Buradan əvvəlcə onu danışaq ki, fiqur olaraq paralelogramın həmişə qarşı bucaqları bərabərdir. Yəni 48-in birinci qonşusuna gedib 180-dən çıxanda buradakı tapırığa 132. Ortada bir paralelogram var deyə bu qarşı bucaqlar eyni olmalıdır. Burada gətirib mən təzədən 132 yaza bilərəm. Sonra 132-nin qonşusuna gedirik. Yenidən 180-dən çıxırsan 48. Buna da bir üçbucaq kimi baxsaq, bu xarici bucaq bu ikisinin cəminə bərabərdir. Yəni alfa bərabərdir 48 üzərinə gəlsin 42-dən verər 90 dərəcə. Yəni C variantı. 18-ə keçək. Yenidən paralellərimizi uzadaq. 148-in əvvəlcə qonşusuna gedirik 32 dərəcə. Sonra buradan Z qaydası göstərək. 60-ın çarpazı yenidən 60-dır. Və demişdik ki, bir çöldəki xarici bucaq qonşu olmayan iki bucağın cəminə bərabərdir. Yəni bu ikisinin. X plus 32 bərabərdir 60 deyək. X də buradan çıxsın 28 dərəcə. O da D variantı. Getdik 19-cu sualımıza və şəklimizə. Demək, bizdə var 52 dərəcə. Sonra buradan təm bölənlər verib. 52-nin qonşusunda olan bu iki bucağı tapa bilərik. 180-dən 52 çıxırıq 128. 2 yerə bölürük 64 dərəcə. Yəni burada 64-dür. Burada 64-dür. Daha sonra çarpaz bucaqlardan baxın Z qaydası gəlin istifadə eləyək. Bura bütövlükdə 64-dür deyə. Bax, burada 64 gəlir. O Z qaydasına görə. Bunu da ortadan bölüb 32 danışmaq olar. Daha sonra bu üç bucağın daxili bucaqlarından gedək. Daxili bucaqların cəmi 180 verməlidir. O zaman deyirik alfa üstə gəl 64. Buradakı 64. Üstə gəl buradakı 32. Bərabərdir 180. Alfa da olur. 180-dən çıxırıq 96 dərəcə. 84 də buradan gəlsin. O da B variantı. 20-ci sualımızda yenidən paralellərimizi bir qəşəng uzadaq. Burada 2 dənə paralel gördüm. Başqa bir şey verməyibsə şərtdə. Paralellərimiz buradadır. Əvvəlcə nə danışır uşaqlar? Baxın, C qaydasına görə 128-in uyğun olan bucağı tapmaq üçün 180-dən çıxıram. O da eləyir 52 dərəcə. Daha sonra 52-nin qonşusuna gedə bilərik burada. Baxın, 52-nin qonşusu təzədən 180-dən çıxıb 128 yazılmasıdır. Və 120-nin də qonşusu olsun 60 dərəcə. Bu bucağı bilmirəm. Məsələn, bura bir dənə beta deyirəm. Bu fiqura fikir verin, fokuslanın. Neçə bucaqlı bir fiqurdur. 1 təpə, 2 təpə, 3 və 4 dənə təpəsi var. 4 təpəsi varsa 4 bucaqlının daxili bucaqların cəmi axı 360-dır. Onda yaza bilərik 128, üstə gəl 94, üstə gəl 60, üstə gəlsin beta bərabərdir 360-a. Əvvəlcə buradan betanı tapaq. Beta bərabər olsun. 128, 64 bizə verir 184. Üstünə gələk 94'ü 8. Demək 7, 278. 360'dan da bu 278'imizi çıxaq. Qalsın 2, 8. Yəni 82 dərəcə. Betamız əgər 82-dirsə bu hissəmiz alfa axı onun qonşusudur. 180'dan çıxılması olmalıdır. Yəni 98 dərəcə. İnşallah nəysə səhv hesablamamışam. Bir dənə təzədən baxım. Demək neynədir? 184'ün üstünə gəldim. 94, 4, 4, 8, 8, 9, 17, 278, ondan 8, 2, 15'dən 7, hadi 82. Bura 82 ise bura 98. Hesab səhv eləməmişəmsə alfamız olmalıdır 98.
Belə görürəm. Növbətisinə keçək. 21-ə baxırıq. Buradan yenə paralellərimizi uzadırıq. Əvvəlcə 150-nin qoyunçusuna gedək, 30 dərəcə. Bizim M qaydamız var idi. Baxın, M şəkli də yaranır burada. M qaydasına görə bu içəridəki bucaqların cəmi xaricidən mərkəzdə yerləşir. Yəni 28-in üstünə 30 gəlib, buraya yazırıq 58 dərəcə D variantı. 22-ci suala baxaq. Yenidən bir M qaydası ilə yola çıxırıq. Baxın, qəşəng bir M qaydası var. Bura 36-dır. Onda 88-dən əvvəlcə 36-nı çıxaq. Sən demə, burada var imiş 52 dərəcə. Sonra tənbölən görürəm. 180-dən 52 çıxanda olur 128. 128-i yenə 2-yə bölək. 64. Yəni bu bucaqların hər biri 64 dərəcədir. Bizə də alfa lazımdır. Alfa da burada fikir verin. Yenə şeydir. Uyğun bir tərəfli bucaqlar. Yəni C qaydası yaranır. Yəni o hissə 64-dürsə 180-dən 64 çıxırıq. 116 dərəcədə alfaya qalır. O da hardadır? D variantında. Növbəti keçək 23-ə. M-in ziqzaqları çoxalanda nə olurdu? Sola baxan bucaqların cəmi sağa baxan bucaqların cəminə bərabərdir. Yəni yazmalıyıq ki, alfa üzərinə gəlsin 42, üzərinə gəlsin 36 bərabərdir 58-dən 62-nin cəminə. Alfa üzərinə gəlinsin 78 bərabərdir 120 dərəcə. Alfamız da olar 42 dərəcə. O da C variantı. Növbəti, yenə burada bir M qaydası görürük. Paralellər də onsuz da özü uzadıb. İlk M qaydasına görə, M deməyim də, qaydası deyə bilərsən, lap M qaydası deyə. Baxın, 55 dərəcənin üzbözü buradan 55-dir, 42-nin üzbözü 42-dir. Fikir verirsinizmi? Bu M qaydasına fikir verin. Çıxıntıları biraz azdır, amma yenə də M qaydasına oxşur. Bunları tapandan sonra bu ikisinin cəmi axı M qaydasında ortadaydı. 55 ilə də 42-ni cəmləyirik, olur 97 dərəcə. Yəni D variantı. 25-ə keçid alaq. Demək, ABC bucağı el düz xətti ilə kəsişib. Bu nə sualdır? Birinci sualda da bayaq çıxıb. Bu ABC ellə kəsişdi, lap yaxşı. Hansı bucaq yaranır? Burada DBY bucağı yaranır. Əgər bucaq soruşursa. ABC bucağı onsuz da var. Tamam. DY nöqtələri ilə kəsişir. Bu da düz. DY parçası yaranır. Düz. ADYC. ADYC fiqurda elə bir şey yaranmır. Bu heç. DY deyir kəsişir. DBY bucağı ilə. DY düz xəttdir. DBY bucağı. Burada demək olar, bundan başqa hamısı düzdür. ABC bucağı yaranır, DY kəsişmə nöqtəsi yaranır. Bu sualın məntiqini başa düşürəm ki, niyə sizdən soruşur ki, imtahanda da belə soruşmaz. Bu nə sualdır? Gələk digərinə. 162-nin qoyunçusunu tapmaq üçün, bax, bütöv bu hissəni tapmaq üçün 180-dən çıxırıq. Olur 18 dərəcə. Əgər bu iki bucaqda eynidirsə, ortadan bölünür 9 tən bölənə görə. Yəni alfamız 9 dərəcə, day 18 yazmayayım. Üçüncüdə. Demək, əvvəlcə bunlar qonşudur deyə yazmalıyıq ki, cəmi 180 verməlidir. Digərində isə, əgər bu 90-dırsa, 90-ın qoyuncusu yenidən 90 olmalıdır. Yəni, x plus y-də 90 yazıb, sistem tənlik həll edirik. Birincisi, mənfi 25 ataq 180-in yanına, bunu uzatmayaq, 205 yazaq buradan. Bərabərdir 205. Bizə x, y lazımdır. Y lazımdırsa əgər, sonda y istəyir də, düzdürmü? X-lar aradan getməlidir. Bu x-lar da necə aradan gedə bilər? Eyniləşməklə. Aşağı sıra mən 3-ə vurum ki, o x-lar eyni olsun. Sistem tənliyi zaten belə eləyirdik. 3x plus 2y bərabərdir 205-ə. 3x üzərinə gəlsin 3y bərabərdir 270-ə. Və biz bu eyniləşdirdiklərimizi silmək üçün gərək tərəf-tərəfə çıxaq. O zaman aşağıdan yuxarıya doğru çıxıram, mənfi olmasın. Y bərabərdir. 270-dən də 205 çıxırıq. 65 dərəcə birbaşa cavaba gedib çıxırıq. D variantı. Sonra 4-cü sualda. Birinci qarşı bucaqlara gedək. Bu bucağın qarşısı yenidən 10 minus 2-adır. 6A plus 30-un da qarşısı yenidən 6A alfa plus 30-dur.
Və görürük ki, bu iki xətt arasındakı yaranan bucaqlar C qaydasına görə toplamı 180 olmalıdır. Onda bunları toplayırıq. 6 alfa çıx 2 alfa, yəni 4 alfa üstə gəlsin 40 dərəcə bərabər 180-ə. 4 alfa bərabərdir 140-a. Alfamız olar 35 dərəcə. Bu da bizdən elə alfanı istəyir. Yəni D variantı. 5-ci sualımızda yenə 140-a uyğun C qaydasını görək burada. Aşağı hissəsi 180-dan çıxılır. Ümumi 40-dır. Yarıya bölüb deyə tən bölənə görə 20-20 yazıram. Davamında nə iş görmək olar? Şeydən gedək gəlin. Bir dənə də C qaydası buradan görün. Fikir verirsiniz aşağıda, bu hissədə. 20 dərəcəyə uyğun 180-dan çıxılır 160. 160-ın da qonşusu alfası olur yenidən 20 dərəcə. Yəni C variantı. Sonra D1 D2'ye paraleldirsə bu paralellər yenə bir uzansın. Bu burada, bu da burada. İlk nə görürük? 30 dərəcənin qarşısı 30'dur. 20, 30, 50, 180'dən çıxanda bura qalır 130 dərəcə. Və yenidən C qaydası görürük. 130 yuxarı hissədirsə, aşağısı da 180'dan çıxılır, olur 50 dərəcə. B variantı. 7-ci suala keçdik. 4 bucaqlı verib, paralellər biz əslində bəs eləyir. Baxın, Z qaydasına görə bu 82 çarpaz bura köçür. Bu hissədə 82'dir. Burada isə C qaydasından danışırıq. 110'a uyğun 180'dən çıxılmışdı. 70 dərəcədir. Axırda da deyir alfadan betanı çıx. 82'dən də 70 çıxırıq. Olur 12 dərəcə. B variantı. Bunu bayaqda dedik ki, bu formada şəkildə 3 təpənin cəmi olmalıdır 360 dərəcə. Onda yazaq ki, x plus 125 plus 150 bərabərdir 360. Buradan x plus 275 bərabərdir 360'a. X də bərabərdir 360'dan çıxardaq 275'in 85 dərəcə. Yəni D variantı. Sonra 3 dənə paralelimiz var, uzatmağa ehtiyac yoxdur. Çünki bura 40-dırsa, uyğun bir tərəflisi C qaydasına görə 180'dən çıxılır. Yəni 140 yarıya bölünür bu da. 70-70 formasında. Bir dənə də C qaydası baxın burada özünü göstərir. O hissə 70'dirsə, onda alfaya qalan 180'dan çıxılandır. Yəni 110 dərəcə. Olur B variantı. Növbəti gələk. Bu üçünün cəmi dedik ki 360'dır. Onda alfa plus 280 bərabərdir 360'a. Alfa dolar 80 dərəcə. Yəni D variantı. 11'e keçək. Burada paralellərimizi bir uzadaq əvvəlcə. Demək 116 uyğun bir tərəfli bucağı. Çarpaza gəlin gedək. Heç uyğuna getmirəm bu dəfə. Baxın, qəşəng bir dənə çarpaz Z qaydası yaranır. 116'nın çarpazı yenə 116'dır. Qarşısı nədir? Yenidən eyni şey 116. Və xarici bucaq nəyə bərabər idi? Qonşu olmayan bu iki bucağın cəminə. Alfa da bərabərdir 116 üstə gəlinsin 38. O da verər bizə 154 dərəcə. Yəni B variantı. 12-ci sualda yenə bir paralellərimiz uzanmalıdır. Bir-birinə yaxın versə belə. Bunu da buradan uzadaq. İlk gördüyümüz şey yenə, baxın, bir dənə Z qaydası göstərirəm sizə. Baxın, buradan Z qaydasına görə. Bura 145'dirsə, çarpazı yenidən bura 145'dir. 145'in qonşusu 180'dan çıxılır 35 dərəcə. Yenə bu xarici bucaq daxili qonşu olmayan iki bucağın cəminə bərabərdir. Yəni 25 üstə gəlsin 35'dən verər 60 dərəcəni. C variantı. 13. 16 dərəcə yenə paralelləri uzadan Z qaydası belə də görünür. Hər ehtimala qarşı uzadıram, baxın. Hətta M qaydamız belə var imiş. İlk gördüyüm bu Z qaydasına fikir versəz, yəni bu 16'nın eynisi buradadır. Burada gətirib 16 yaza bilərəm. Misal özü deyir ki, ABC ilə AYC bucağı eyni şeydir.
Yəni bura 16 tapdıqsa avtomatik burada 16-dır. ABC, AYC 128 elə bir boşuna verir. Hə, bir dəqiqə. 16 orada tam deyil. Bircə saniyə bir şey deyəcəm sizə. Əvvəlcə Z qaydası görünməklə. Amma Z-dən əvvəl əlavə bizim burada bir eyni bucaqlarımız var. Bunları alfa göstərək. Və nə danışmaq olar? M qaydası gəlin danışaq biz buradan. Bax, kiçik bir M qaydası. Görürük bunu. M qaydasına görə nə idi? Bu ucu nöqtələrin cəmi bu ortadaydı. Onda yəqin ki burada alfa çıxılsın 16 olub ki toplayanda alfa qalıb. Daha sonra biz buradan bir üçbucaq görürük. Üçbucağın yenə daxili bucaqlarının ikisinin cəmi qonşu olmayan bu xarici bucağa bərabərdir. Onda alfa üstə gəlsin, alfa minus 16 bərabər 128 yazaq. 2 alfa bərabərdir 144. Alfamız olsun 72 dərəcə. Bu da C variantı. 14-də hazır özü bizə bir M qaydası verib. Amma paralellərimizdə 2 dənədir. Ona görə məcbur mən hər iki paraleli uzadacağım. Baxın. Hətta ola bilər ki, bir paraleloqramda yaransın. Digər paralellərimiz haradadır? Digər paralelimiz bundan. Bax, bu hissə ilə bu hissədədir. Bunları da aşağıdan uzadaq. Belə bir şey. İlk gördüyümüz, baxın burada bir Z qaydamız var. Görürsünüz mü? O qırmızıların çarpazlığından 27.5 özün köçürdür. Bura 27.5 və daha sonrasında biz bir M qaydası görə bilirik. Fikir verin bura. Qəşəng bir M qaydası var. Yəni bu ikisinin cəmi ortadakı X-i göstərməlidir. X də bərabərdir 42.5 üzərinə gəlsin 27.5. O da eləyir nə? 43, 27, 70 dərəcə. Y variantı. Sonra 15'e gəldik. Bir nə paralellərimizi bir uzadaq. Çıxıntılarımız görünsün. 2 paralel burada. Başqa da bir paralelimiz yoxdur. Elə bizə yenə M qaydası kömək eləyir ki, bir şeylər tapaq. Görürsünüz mü bu M qaydası? Bu 10 dərəcə. Buranın ortasının 80 olması üçün sən demə burada bir 70 dərəcə olmalıdır. Toplamı ortada da idi axı. Onda 70'in fikir verin. Üzbəüz bucağı təzələnən 70'dir. Qarşı bucağa keçirik. Və biz demişdik ki bir xarici bucaq, yəni bu çöldəki çıxıntı bu ikisinin cəmidir. Onda 110 bərabərdir. Alfa plus 70 desək, alfası da çıxar 40 dərəcə. O da C variantı. 16'ya gəldik. İndi inşallah bənzərlikdə bu üç bucağı çox görəsiniz. Kəpənək qaydası. Paralelləri uzatmıram. Niyə görə? Bizim buradan qəşəng bir dənə çarpazlığımız gəlir. Yəni bu 40 dərəcəni burada aşağıya köçürdə bilərəm. Burada 40'dır. Sonra 40, 20 nə eləyir? 60. 180'dan çıxanda 120 dərəcə. Yenidən qarşı bucaqdan söhbət gedir deyə bu da olur 120. C variantı. Gəldik. Burada da yenə M-in ziqzaqı çoxdursa, sağa baxan bucaqların cəmi sola baxan bucaqların cəminə bərabərdir. Onda deyirik 15, 85, 20'nin cəmi bərabər olmalıdır. X plus 70'ə. Buradan da X bərabərdir. Elə 70'ə atsaq 85'in yanına. 85'dən 70 çıxıram 15. 15, 15, 30 üstə də 20 gələndə birbaşa 50 olar. B variantı. Sonra burada indi M-in ziqzaqından danışa bilməyəcəyik. Baxın, 2 dənə eyni tərəfdə bucaq var. Sola, sola, sağ. Uşaqlar bunu çox qarışdırır. Necə deyək ki, Allaha da xoş gəlsin. İlk buradan gəlin belə bir şey eləyim. Bu çarpazlığımı uzadaq. Bir dənə düz xətmi keçirdim sizə. Bax, ilk gördüyüm bu xətti buradan uzadaq gəlin. Bir dənə buradan, bir də buradan uzantı eləyirəm. Düzdürmü? Bu da məlum məsələ buradan gəlir. İlk gördüyümüz nədir? 120'nin qonşusundan biz danışa bilərik. 120'nin qonşusu 60 dərəcədə, hamı görə bilir. Hətta elə qeyd edeyim ki, yarıulduz deyilən bir dənə xassisə var M qaydası kimi. İçərilərin cəmi ortaya bərabərdir. Fikir verin, o yarıulduz bizə özün burada göstərir. Bir saniyə. Baxın, belə bir bizim yarıulduzumuz yaranır. Görürsünüzmü?
Onda deyəcək ki, bu 60-ın, 34-ün və buradakı bucaq bilmirəm. Nədirsə, onun cəmi ortada 110-dur. Məsələn, bura bir y yazaq. Deyirik, y üzərinə gəlsin 60, üzərinə gəlsin 34-ün cəmi 110-dursa, y buradan gəlir 50-dən 34-ün çıxanda 16. Y tapdıq 16. Bu bizə niyə lazımdır? Çarpazlığı göstərə bilimdir. Çarpazlıqda fikir verin buradadır. Bu 16-nın çarpazı buradadır. Görürsünüzmü? Bura y-dirsə, avtomatik burada y-dir. Onda 16-nı bura köçürdə bilərəm. Daha sonra nə edirik? Dedik ki, 3 bucağın daxili bucaqların cəmi xaricdə çöldə yaranır axı. Alfa plus 16 da bərabər 68 desək, alfa da çıxar buradan 52 dərəcə. Görün nə qəşəngdir. Həm yarılduz işlətdik, həm M qaydası, həm bu Z qaydası. Belə şəkillər artırılanda maraqlı olur. Bu sadədir yenə sola baxanlar və sağa baxanlar deyək. Burada 2 dənə bucaq yoxdur, amma eyni olduğunu görürük. Buralara məsələn y deyə bilərik, dərd deyil. İndi soldakıları bir götürürəm. 25 üzərinə gəlsin x, üzərinə gəlsin y. Sağdakilarda bir götürürəm. Y, 30 və 15. Soldan sağdan y-lər eynidir, islah gedər. X də bərabərdir. 45-dən də 25-i gedir. Qalır 15 dərəcə. 15 mi? 20 dərəcə. Sorry. 45-dən. Nə səhv demədim. 30-dan onsuz da 25 çıxır 5. Hədə 20 dərəcə. Sorry. 20 dərəcə. Gəlir B variantına. Sonra 20-yə keçid aldıq. Nə işimiz var burada? Bilmədiyimiz bucaqlar varsa tənböləndən yola çıxıram. X, y demək olar. Buradan əvvəlcə ümumi böyük bir dənə şeyi görək. M qaydasını görək. Fikir verim burada. Yəni 2x cəmləyirəm. 2x üzərinə gəlsin 2y-in cəmi bu xaricdəki 100 dərəcə ilə eyni olmalıdır. Buradan çıxır ki, x plus y bərabər 50. Eyni qaydada fikir verin, bir dənə də M qaydası içəridədir. O hansı M qaydasıdır? Baxın, budur. Alfaya söykənən olan. Gördünüzmü bunu? Yəni, buradan da nə danışırıq? X-in, y-in cəmi bu çöldəki alfadır. Alfa bərabərsə gəlir x plus y-ə, o da yuxarıda tapmış onsuz da olur 50. Yəni, C variantı. Sonra gəldik 21-ə. Buradan nə iş görmək olar? Paralellər varsa əvvəlcə uzadaq. D1, D2 paraleldir. Bunu bir belə eyni saxlamayaq. D1 və D2-nin paralel olduğunu göstərək. Paralelliyi göstərəndən sonra biz demişdik ki, 4 təpənin cəmi 540-da. O 4 təpə hardadır? Buradadır. Başqa bir şey. Bir də bizə perpendikulyarlıq verib gözlə. Deyir, BC ilə D-yi arasında bir perpendikulyarlıq var. BC buradadır. Hani bizim D-yimiz. D-y buradadır. Yəni BC-ni uzadanda və D-y-ni uzadanda bu sənə bunu göstərmək istəyir. Bu xətlər hələ ki yarım çıxdı axı. Bunları uzatsan arada bir perpendikulyarlıq indi görəsən. 90 dərəcəsi varsa indi 120-nin qonşusuna gelirəm 60. 90-60 bura yaranır 30 dərəcə. Düzdürmü? Sonra nə iş görmək olar? Buradan o bayaq dediyim ev qaydası var. Ondan götürmək olar. Onu nə formada göstərim sizə. Baxın. 3 dənə təpə yaranır. Bax, bu təpə, bu təpə, bu təpə, bu təpə. Görürsünüz buraları. Fokuslanın. Bu təpə və bu təpə. Yoxdur da, ev yoxdur. Bir y deyil, dərd deyil. Onda deyirik 145 üstə gəlsin, 90 üstə gəlsin. Y bərabərdir 360-a. Y bərabərdir 270-dən çıxaq buradan 145-in. 5, 25, səhv eləməmsə 125 dərəcə qalır. Əgər y-imiz 125-dirsə, alfa da axı onun qonşusudur. 180-dan çıxılır, bu da olur 55 dərəcə. Yəni, Y variantı qəşəng sual idi, bəyəndim. Növbəti bir dənə də yenə ilk M qaydası buradan özün göstərir. Baxın. Buraları bilmirəm deyə x yenə y deyək. 2x üstə gəlsin 2y əgər 100-dürsə, onda x plus y-imiz 50-dir. Bu burada gözləyir. Daha sonra nə iş görmək olar? Yarılduz qaydasından gedək. Bir dənə də fikir verin bu figura. Yarılduz mu deyim, nə deyim mən sizə? Allaha da xoş gəlsin.
Buradan bir şeyleri uzatmaq olar sanki. 32'ni mən necə deyək ki, sizə xoş olsun. Gəlin bu paraleli uzadım. Paralelin biri yuxarıda onsa görünür. Bu paralelin birində burada uzadıq. Ki aləm dəyməsin bir-birinə. Buradan yarı ulduz qaydamız var. Yarı ulduzdan əlavə çarpazımız var. Hətta ən qəşəngi gəlin çarpaza mən sizə göstərim. Baxın, buradakı bu Z qaydası necə qəşəng gözün göstərir. Bura Y-dirsə, bu 32 ilə eyni şeydir. Yəni Y-i yenə biz gətirib 32 yaza bilərik. Y-in 32-dirsə, avtomatik X-i tapa bilirsən. X-in olur 18 dərəcə. Gətirib X 18 yazıram. Bir dənə də fikir verin. C qaydası burada özünü göstərir. Baxaq. Görürsünüz? Onda X 18-dirsə, ona baxan alfa 180-dan çıxılmışdı. Yəni 162 dərəcə. Tapıldı. Yəni D variantı. Sonra 23'ə keçid aldıq. Paralellərimizi yenə uzadaq bir zəhmət. Paralelimizin biri burada, biri burada. Digərləri də öz onsuz uzantı kimi verib. Biri bu, biri də bu. İlk nə görürük? Burada bir paralelogram yaranır. Paralelogramımız buradadır. Biz demişdik ki, paralelogramda qarşı bucaqlar eynidir. Əvvəlcə burada həm də bir üçbucaq olduğunu görün. Üçbucağın biz daxili bucaqların cəmini hesablaya bilirik axı. 102 dərəcəsi var, 108 var. Toplayanda 130, 180-dan çıxanda bura olur 50 dərəcə. Onda 50-nin qonşusu 130-dur və dedik aşağıdakı sarı bir paralelogramdır. Paralelogramda axı qarşı bucaqları eynidir. Gətirib burada 130 dərəcə deyə bilərsən və 130-un qonşusu da nə olar? 180-dan çıxılmışı. 50 dərəcə. Cavabımız D variantı. 24'ə keçid alaq. Buradan paralelləri uzatmağa ehtiyacımız varmı ki? Hələ ki görmürəm. Niyə görüm? 36'nın qonşusunu biz görürük nədir? 144 dərəcə. Biz ev qaydasına görə danışsaq, ev qaydası nə idi? Baxın, bu 3 dənə təpənin cəmi bizə verirdi 360. Düzdürmü? Buranı bilmirəm, amma çarpazlıqdan məsələn deyirəm. Gəlin buraya hələ ki x yazaq. Onda olur ki x üstə gəlsin 144, üstə gəl 108, bərabərdir 360. 2x bərabərdir 144-dən 108 toplayanda 252, 360-dan çıxaq 252, səhv eləmirəmsə 108 dərəcə. 2-yə də bölsə x-imiz olur 54. Əgər bu x burada 54-dürsə, burada 54-dür və biz burada çarpaz bucaq görürük alfaya görə. Hansı çarpazlıqdır? Baxın, bu çarpazlıqdır. Yəni, x buradan 54-dürsə, avtomatik alfamız da 54-dür. Tapıldı B variantı. Gəldik 25-ci sualımıza. Buradan uzadaq mı? D1, D2-ni uzadaq. Başqa da bir şey hələ ki görmürəm. Deyəcəkdim, zigzaqdan getmək olar. Sola baxanlar, sağa baxanlar eləyərik. Bu daha yaxşı olar elə bil ki. Qurbanım da bir uzadım. Bu 120'nin o zigzaqda da çox vaxt uşaqlar fikir verin, iti bucaqlarını işləyirik. Yəni sola baxan bizim 60'ımız, bir də sola baxan x-ımız var. Sağa baxan nəyin var? 65'dən 20 var. Day bu 120 keçərli deyil. Çünki niyə? Onun qonşusu olan 60'ı götürmüşəm də. Onda yazıram 65 üstə gəlsin. Mümkün qədər kör bucaqlarına işləməyin bu zigzaqda, M qaydasında. Bərabərdir dedik 60-dan x-in cəminə. X də bərabər olar 25 dərəcə. B variantı. Gəldik 26-ya. 3 dənə paralelimiz var. Paralelə görə mən bunu uzatmalıyım. Əvvəlcə bunlar paralel olduğu görünsün. Bir dənə də paralelimiz burada. Əvvəlcə onu deyək ki, 120 dərəcənin qonşusu 60'dır və buradan biz bir çarpaz Z qaydası görə bilirik. 60'ın çarpazı yenidən 60. Bu C bucağı bütövlükdə 100 idi deyə qonşusuna qalır, yəni yanına qalır daha doğrusu 40. 60'dan 40'ın cəmi 100 versin. Daha sonra da burada bir açıq bucaq görürsən, 40'ın da qonşusu olur 140, yəni 180'dən çıxılmış. A variantı.
Sonra 27'ye keçid alaq. 3 tane paralelimiz var. Yine uzansın. Paralelin biri burada. Biri bu. Biri de bu aşağıdaki. Onsuz da çək. Əvvəlcə gedərəm qarşı bucaqdan. 4x-in qarşısına təzələnən 4x yaza bilirik. Və burada özün bizə göstərir nə? C qaydası. Yəni 100'ə uyğun bucaq 180-dan çıxılmışdı, 80-dir. Əgər 4x 80-ə bərabərsə, x avtomatik 20-dir. 5 vur 20-dən bu hissəmiz olur 100 dərəcə. 100-dürsə 100'ün qonşusuna gəlmək olar 80 və bir dənə də çarpaz bucaq yenidən z qaydası özün burada göstərir, baxın. Görürsünüzmü? Onda 80'in qonşusu çarpazı təzələnən 80 olur. Alfamız 80. O da Y variantı. 28'də D1, D2 yine paraleldir uzadaq. O 40 dərəcə orada xoşa gələn formada deyil. Bu 40'ı bir dənə təmizləyim, yuxarıda bir yerdə qəşəng yazaq. Sorry. Bu 40 bilirsə arada. Balaca bizim minnacık. Burada bir dənə bucaq yaranıb. Baxın o 40 buradakı 40'dır. O qarışmasın. İndi nə iş görürük? 100'ün qonşusu 80. 80'in uyğun bir tərəflisi. Burası 100'dür. Amma bunun da qonşusuna gedəndə elə ki burada yuxarıda bir dənə belə üç bucaq yaranıb. Bu üç bucaq həmin üç bucaq qarışmasın deyə təzədən yazıram. Bura 40'dır. Bu 100'ün qonşusuna gedəndə bura olur 80. 40'dan 80 toplayırıq 120. 180'dan çıxanda 60 dərəcə. Yəni bu bucağın sənin 60'dırsa üzbözü yenidən 60'dır. Alfa olan tərəfə keçmək istəyirəm. Bir dənə də üç bucaq buradan görürük. 40, 80 ilə 60'ın cəmi 140. 180'dan da çıxanda qalır elə bizə 40. Yəni C variantı qəşəng sual idi da. 29'a keçid alaq. Buradan uzansın. Paralelimiz. Əvvəlcə nə görürük? 40 var, 2x var. 40 dərəcə buradadır. 40'ın qonşusuna getməyə dəyərmi ki? Gəlin belə bir şey eləyək. X-in üzbözü qarşı bucaq onsuz da x-dir, düzdürmü? Bura 40 dərəcədirsə, bunun qonşusu 140'dır. Ev qaydasından istifadə edə bilərəm ki, x-in də qonşusu məlum məsələ 180 minus x-dir. Fikir verin o ev qaydası necə əyri də olsa görünür. Bax 3 dənə təpə var, görürükmü? Təpənin biri bu, biri bu, biri də bu. Bunların cəmi deyirdi 360'dır. Onda yazıram ki 2x üzərinə gəlsin 140, üzərinə gəlsin 180 minus x bərabərdir 360'a. 360'dan 180 gedir 180, 140 da gəlir bu tərəfə 40. 2x-dan x çıxanda x, yəni x-imiz 40 dərəcəymiş, elə x istəyir. C variantı. 30'da yenidən paralelimizi uzadaq. Görək ilk nə görürük biz buradan? 100'ün qonşusu 80, 60 buradadır. Bir dənə də z qaydası var. Baxın, zigzaga görə z qaydası çarpaz burada özünü göstərir. 30 dərəcə burada. 30'un qonşusu məlum məsələ 180'dan çıxanda olur 150. Və içəridə biz bir xoşa gəlməsə də şəkil bir 4 bucaqlı var. Baxın 4 dənə təpə var burada. 60 dərəcə olan təpə, 150 dərəcə olan bu təpə, 80 təpəsi və x təpəsi. Bunların cəmi nədir? 360. Çünki 4 bucaqlı yenidən deyirəm. Onda yazırıq 60 üstə gəlsin. Buradakı bu 150'ni göstərək. Burada bir 150'miz var idi bizim. 60 üstə gəlsin 150, üstə gəlinsin 80 üzərinə gəlsin x. Bərabər dedik 360'a. Buradan da x bərabərdir. 60, 80, 140, 290, 360'dan 290 çıxırıq. Eləyir 70 dərəcə. Y variantında. Sonra. Bunu bayaq dedik ki, bu xaricdə olanların cəmi ortadır. Yəni 80'in qonşusunun birinci 100'dən aşağı. Bax bu çöldəki çıxıntıların cəmi ortadadır. Onda 100 üstə gəlsin x 140. Buradan da x olar 40 dərəcə. Yəni A variantı. 32'də yenə bir paralellərimizi uzadaq. Burada onsuz da görünür burada.
Əvvəlcə C qaydasına görə 120'nin C yazmayayım, hətta çarpaz yazaq. 120'nin çarpazı təzədən burada 120'dir. 120'nin qonşusu 60'dır. 60, 40, 180'de tamamlansın deyə 80 çatışmır 3 bucaqda. 80 də qonşusu 100 dərəcə. Demək 100 Y variantı. 33'ə keçdik. Yine paralellerimizi uzadırıq. Buradan, buradan, bu da burada. Tam ortadaki yeniden düzeldim. Hoşuma gelmedi. Paralellerimiz bunlar. İlk əvvəl nə görürük? Bura 120'dirsə, bunun baxın çarpazı burada təzələnən Z qaydası yaranır. Burada təzələnən 120 yaza bilərəm. 120'nin onda qonşusu olur 60. 100'ün qonşusu 80. Sonra burada bizim qəşəng bir dənə üçbucağımız var. Fokuslanın bura. 60, 80, 140. 180'dan çıxanda bura qalır 40. Burada təm bölən varsa 40'ın yanı təzələnən 40'dır. Sonra 100'ün üstünə gedə bilərik. 100'ün üstü 80'dir. 80 qonşusu yenidən 100'dür. Davamında da bunun daxili bucaqlarının cəmi olmalı 180. 140, buna da qalır 40 dərəcə. Yəni alfamız 40. C variantı. 34'də paralellərimizi uzadaq. Demək əvvəlcə nə görürük? 30'un qonşusu 50, 40, 50, 90. Burada bir perpendikulyarlıq var. Onda burada da bir 90 dərəcəmiz var. Daha sonra 90'ın qarşısı onsuz da 90 dərəcədir. Bunlar üzbəüz eynidir. Düzdür? Bir dənə M qaydası bizə özünü göstərir. Baxın M qaydasına nə qəşəngdir. Bu içəridəki 90'dan 120'nin qonşusu da burada da 60. 90'dan 60'ın cəmi çöldəki alfadır. 90 bölü 60'dan verir 150 dərəcə. O da Y variantı. Sonra 35-ci suala keçid alaq. Buradan ilk nə danışmaq olar? X, burada Y deyək. İlk M qaydamıza görə biz nə görürük buradan? Baxın. M qaydasına görə X plus Y-imiz bərabərdir bu çıxıntıya, yəni çöldəki alfaya. Həmçinin bu da bir 4 bucaqlıdır deyə daxili bucaqların cəmi 360 olmalıdır. Həm də yazmalıyıq alfa, X, Y 80 cəmi 360 verir bizə. Onda gətirək, əgər alfanı soruşursa, aşağıdakı bu X plus Y-in yerinə təzələnən alfa düşünmək olar. Onda 2 alfa bərabərdir 280'ə, alfa da çıxar 140 dərəcə. A variantı. 36'daki paralellerimizi yeniden uzadaq. Paralelimiz burada. Bir tanesi de burada. Demək, getdik. İlk nə görürük? 110'un qonşusunun 70 olduğu. 95 dərəcə buradadırsa, indi rəqəm olaraq pis yerdə düşüb, böyük düşüb də. 95'in çarpazı məlum məsələ buradır. Və 95'in gəlin belə deyim. Üzbözü təzələnən bura 95'dir. Bir dənə Z qaydası yenidən buradan görsək. Baxın, bu 95'i təzələn aşağıya köçürdə bilirsən 95. Və bunun da qonşusuna gedər. 95'in qonşusu 180'dən çıxanda 85 dərəcə olur. Burada kiçik bizim bir üçbucağımız yaranır. Buna fokuslanın. Üçbucağın biz demişdik ki, 2 dənə daxili bucağı qonşu olmayan xarici bucağına bərabərdir. Yəni 85 bərabərdir X desəm, X plus 70'ə, X'i buradan tapırıq 15 dərəcə. Düzdürmü? Bu ikisi də eynidir axı. Bunu X deyirəsənsə 15, avtomatik burada olur 15. Bizə də alfaya getmək lazımdır. 85'dən 15'in cəmi, bir dənə də xarici bucaq buradan da aşım qoy. Bunu yaşından göstərək. Bir dənə də üçbucaqda 85'dən 15'in cəmi 100 dərəcə çöldə özünü göstərir. 100'ə uyğun gələn çarpaz bucaq Z qaydası da buradadır. Yəni bu 100'ü bura köçürdə bilirsən. Alfanda olur 100 dərəcə. 100 B variantı. Bu bölmə də burada bitdi. Onsuz da ilk bölmə asan olur, az olur testi. Növbəti bölmə üçbucaq olmalıdır. Üçbucaqdakı bucaqlar açılar. İnşallah orada görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.